Sərbəst çarpazlaşaraq döllü nəsil vermə ehtimalı daha çoxdur. Sərbəst çarpazlaşması üçün, döllü nəsil verməsi üçün və bunun ehtimalının çox olması üçün əlamətləri, şərtləri istəyir bizdən. Kosmopolit növlər hər yerdə geniş yayılan növlərdir. Və bunların müxtəlif populyasiyaları dediyi üçün və müxtəlif populyasiyaların çarpazlaşması ehtimalı vardı, amma çox aşağı olacaqdı. Bir növün müxtəlif populyasiyaların fərqləri eyni növdür, bir növdür. Amma müxtəlif populyasiya deyildiyi üçün yenə müxtəlif populyasiyalar bir-biri ilə görüşsələr çarpazlaşa bilərlər. Amma ehtimalı deyilsə, bu da götürə bilmərik. Müxtəlif növlərə aid olan populyasiyaların müxtəlif növlər bir-biri ilə cütləşməz. Əkiz növlərin müxtəlif populyasiyalar, yenə müxtəlif populyasiyalar deyildiyi üçün və bunlar ehtimalları aşağı səviyyədədir. Eyni bir populyasiya ola bilər. Fərdlər arasında gedən çarpazlaşma bunların hamısından üstün olacaq. Çünki bir populyasiyada olduqları üçün bunlar sərbəst çarpazlaşırlar və döllü nəsil vermə ehtimalı digərlərindən çox olur.